Salam əziz abituriyentlər, 6 nömrəli sualın izahını təqdim edirik. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Braziliya və Çin təqdim edilib. Verilmiş xüsusiyyətləri uyğunlaşdırmalıyıq. Hansı xüsusiyyət hansı ölkəyə aiddir? Öncəliklə qeyd edək ki, bu tipli testlərdə vaxtdan səmərəli istifadə etmək məqsədi ilə və o cümlədən sizin üçün çətin olmaması üçün qeyd edək ki, sizə tanış olan məlumatları müəyyənləşdirin və həmin məlumatlardan istifadə edərək ən qısa zamanda testi həll etməyə çalışın. Biz də indi bu testi həmin qeyd etdiyimiz şəkildə izah etməyə çalışacağıq. Daha sonra isə hər bir verilmiş xüsusiyyəti ayrı-ayrılıqda təhlil edəcəyik. İndi isə verilmiş xüsusiyyətləri hər birisini bir-bir oxuyaq və bizə məlum olan, daha belə deyək, tanış olan hər hansısa bir məlumatı tapıb, həmin məlumatdan istifadə edərək testi həll etməyə çalışaq. Elektrik enerjisi istehsalında seslər əhəmiyyətli yer tutur. 2. Pambıq və kartof istehsalında qabaqcıl yer tutur. 3. Dəmir filizi hasilatı və polad əritmə inkişaf etmişdir. 4. Federativ inzibati ərazi quruluşuna malikdir. 5. Adam başına düşən içməli suyun miqdarına görə qabaqcıl ölkələrdəndir. 6. Atmosferə daha çox karbon qazı atan ölkədir. Öncəliklə qeyd edək ki, biz bu verilən xüsusiyyətləri nəzərdən keçirdikdə görürük ki, burada 4-cü fikirdə qeyd olunur ki, federativ inzibati ərazi quruluşuna malikdir. Belə qeyd etmək olar ki, bu əksər abituriyentə tanış olan məlumatdır. Federativ inzibati ərazi quruluşuna malik olan dövlətlər. Məsələn, bu məlumat sizin üçün tanışdırsa, bu məlumatı dəqiq bilirsinizsə, bu məlumatdan istifadə edərək testi həll etməyə çalışaq. Tutaq ki, məsələn, bu məlumatı bilirsiniz ki, Braziliya federativ inzibati ərazi quruluşuna malikdir, Çin isə unitar inzibati ərazi quruluşuna malikdir. Bunu dəqiq bilirsiniz. Digərlərini ola bilsin ki, dəqiq bilmirsiniz. İndi 4 aid olmalıdır 1-ə. Bunu dəqiq bilirsiniz. Gəlin variantları nəzərdən keçirək. 4 1-ə aid olmalıdır. Burada görürsünüz 4 3-ə aid edilib. Deməli A variantı deyil. B variantında 4 1-ə aid edilib. C variantında 4 1-ə aid edilib. D variantında 4 2-ə aid edilib. Deməli bu doğru variant deyil. Y variantında 4 3-ə aid edilib. Deməli doğru variant deyil. Biz A, D və Y variantlarının doğru variant olmadığını müəyyənləşdirdik qısa zaman kəsiyində. İndi isə bizə məlum olan və yaxud da tanış olan ikinci bir məlumat tapmağa çalışaq. Biraz məntiqi cəhətdən düşündükdə görürük ki, Y variantı bizə tanışdır. Belə ki, məsələn, atmosferə daha çox karbon qazı atan ölkədir. Məntiqi olaraq düşünsək, fikirləşə bilərik ki, Çin dünyada ən güclü sənaye malik olan ölkələrdən biridir. Dünya sənayesində istehsal olunan məhsulun əksər hissəsi Çində istehsal olunur. Məntiqi cəhətdən yanaşsaq, düşünə bilərik ki, daha çox karbon qazı atan ölkələrdən biri də məhz Çin olar və hətta Braziliyadan daha çox olar. Deməli, 6-cı fikir Çinə aid olacaq, yəni 2-yə aid olacaq. İndi baxırıq, B variantında 6 2-yə aid edilib, C variantında 6 isə hər ikisinə aid edilib. Bu, ola bilsin ki, bizi biraz düşündürsün ki, məsələn, Braziliyada sənaye cəhətdən inkişaf etmiş bir dövlətdir. Yəni, sənayesi kifayət qədər inkişaf edilmiş bir dövlətdir. Ancaq atmosferə daha çox karbon qazı atan ölkədir. Müqayisə etdikdə biz Çini daha çox belə deyək də önə çəkirik. Çünki Çin Braziliyaya nisbətən daha çox karbon qazı atır. Və belə bu məntiqdən yanaşsaq, 6-cı fikir Çinə aid olmalıdır və B variantının doğru variant olduğunu müəyyən edə bilərik. Ancaq bu bir abituriyent yanaşmasıdır. Biz isə biraz peşəkar şəkildə yanaşaraq digər variantları izahını təqdim edək. 1. Elektrik enerjisi istehsalında su elektrik stansiyalarının əhəmiyyəti böyükdür, əhəmiyyətli yer tutur. Bildiyimiz kimi həm Braziliya, həm Çin iri hidroenerji ehtiyatlarına malik olan ölkələrdir və onlarda iri
son barları və su elektrik stansiyaları fəaliyyət göstərir. Braziliyada Itaipu, Çində 3 dərə su elektrik stansiyasını biz nümunə göstərə bilərik. Bir, hər iki ölkə üçün uyğun olacaq. 1-3 aid olacaq. Pambıq və kartof istehsalında qabaqcıl yer tutur. Məsələn, biz burada pambıq və kartof istehsalını gördükdə əlbəttə ki, Çin ağlımıza gəlməlidir birinci. Çünki tərəvəz istehsalında və o cümlədən pambıq istehsalında Çin fərqlənən ölkələrdən biridir. 2. Dəmir filizi hasilatı və polad əritmə inkişaf etmişdir. Hər iki ölkə bu sahədə kifayət qədər inkişaf etmiş dövlətdir. Yəni dəmir filizi və polad əritmə sahəsində 3 hər ikisinə aid olacaq. 4-ü izah etdik. 5. Adam başına düşən içməli suyun miqdarına görə qabaqcıl ölkələrdəndir. Belə ki, hər iki ölkədə hidroenerji ehtiyatları, belə deyək, içməli su ehtiyatları bol olsa da, Çində əhali sayı çox olduğuna görə adam başına düşən miqdar daha az olacaq. Ona görə də 5 fikri aid olacaq Braziliyaya. Və buradan da verilənləri biz təhlil etdikdə görürük ki, B variantı doğru variantdır.